Deyirəm indi güldüm, burada neyi var güldüm Gəlmişəm bax bu atraksiyona uşaqla görürsünüz. İndi kassadan bilet alıram. Deyirəm ki, olar mən də keçim içəridə də, yəni uşaqla da, uşaq kiçikdir. Deyir olar, amma orada oturmaq olmaz da. Deyirəm ki, da aydın məsələdir ki, orada oturmaq olmaz. Ağsaqqal da burada söhbət eləyir ki, deyir çoxları bunu bilmirlər. Biri girib içəri deyir, özü də bir ulanın üstündə oturur, yəni söhbət valideyndən gedir də. Deyir ona ki, nə üçün oturmuşsan orada? Deyir ki, uşaqlığımı yadıma salmışam ona görə. Yəni bilin, bilməyənlər üçün. Bura gəlirsinizsə, bu atraksiyona özünüz onların üstündə minməyin. Sadəcə yanında uşağın əlindən tutun. Bu qədər qəlbdən qəlbə. Xoşuma gəlir, hə? Necə özünü hiss edirsən? De mənə görün. Yaxşı, hə. Ax bir şeydir, mənim gözümə sataşdı buradakı. Hər yer zibillənib, bax, həmən bax, bu atraksiyonda da. Bir xanım yazıq hələ bütün günü ayaqdan baxıram, görürəm, bax, fikir verin, bax. Yığışdırır cəmaatın dalıcəndə. Ay, hörmətli cəmaat, yəni biraz cəmaatın zəhmətinə hörmət edin də, yəni uşaqlar başa düşürük də, indi uşaqdılar, bilmirlər, qanmırlar. Pəs sizə nə olub, ay valideynlər, hə? Siz axı nə üçün qoyursunuz ki, baxın, bu yerliyə. Hələ mən yuxarı hissəsini hələ çəkmədim, oradan düşdü, axırı. Nə gündədir buralar? Eləməyin belə, yəni uşaqlara fikir verin, qəlbdən qəlbə, tərbiyə verin uşaqlara.